Salam, axşamınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Prezident İlham Əliyev, sülh üçün 2 şərtimiz var. Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edildi. Amerika Dövlət Departamentinin baş məsləhətçisi Azərbaycana gəldi. İsrail Milli Təhlükəsizlik Şurası İrana görə xəbərdarlıq etdi. Çin Tayvanın mühasirəsinin sınağını keçirdi. İndi isə daha ətraflı. Prezident İlham Əliyev Almaniya prezidenti Frank-Walter Steinmeier ilə mətbuata bəyanatında söyləyib. Bugünə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb. 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir. Yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bugünə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Dövlətimizin başçısı əlavə edib, ikinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə də Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalamaq üçün heç bir mane olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir. Aprelin 2-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Sarıcalı kəndinə çatıb. Bu mərhələdə köçürülən 110 nəfərdən ibarət 28 ailəyə mənzillərin açarları təqdim edilib. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış təhsil, mədəniyyət, turizm, sənaye, energetika məsələlərində işləyən ümumilikdə 40 minə yaxın insan yaşayır. Amerika Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Yakobs Azərbaycana gəlib. Bildirilib ki, səfər çərçivəsində baş məsləhətçi enerji təhlükəsizliyinin əhəmiyyətini müzakirə etmək, Amerikanın enerji liderliyini, mövqeyini vurğulamaq və hər iki ölkə üçün enerji bolluğu və rifah imkanlarını araşdırmaq məqsədi ilə hökumət rəsmiləri, enerji sektoru liderləri və mütəxəssisləri ilə görüşəcək. Azərbaycan prezidenti İlham Əliyev aprelin 2-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Beynəlxalq Əlaqələr Şöbəsinin müdirini qəbul edib. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, bərpa olunan enerji nəqliyyat orta dəhliz və bir kəmər, bir yol layihəsi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılıb. Xarici ölkələrdə yaşayan İsrail vətəndaşları və yəhudilər Həmas, İslam Respublikası və başqa terror təşkilatlarının hədəfinə çevrilə bilərlər. Bu barədə İsrail Milli Təhlükəsizlik Şurası xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilib, Həmasın vəziyyətinin ağırlaşması və Qəzzada toqquşmaların yenidən başlaması səbəbindən bu qruplaşma xaricdə terror əməllərini artıra bilər. Milli Təhlükəsizlik Şurası yəhudiləri səyahət etməzdən əvvəl rəsmi təhlükəsizlik tövsiyələrini nəzərdən keçirməyə və lazımi tədbirlər görməyə çağırıb. Xalqa bir həftə sərbəstlik verin. Onda görəcəksiniz ki, onların neçə faizi bizimlədir və neçə faizi bizə qarşıdır. Sistemin başına gələcək bəlaya görə biz özümüz günahkarıq. Bunu İranın məşhur islahatçı din xadimi, keçmiş millət vəkili Rəsul Müntəxəbiyə deyib.
Rəsul Müntəxəbniyə əlavə edib, vətəndaşların İslam Respublikasına çıxacaqları gün hakimiyyət dəyənək gücünə onların qarşısını ala bilməyəcək. Buna görə də xalqın tələblərini nəzərə almalıyıq. Müntəxəbniyə hazırda vətəndaşların İslam Respublikasından uzaqlaşmaq təhlükəsinin real olduğunu bildirib və bunu hakimiyyətin bacarıqsızlığının nəticəsi kimi dəyərləndirib. Bəzi dünya liderləri Rusiya prezidenti Vladimir Putinlə gizli danışıqlar aparıb. Bu barədə Serbiya prezidenti Aleksandr Vučić bildirib. Serbiya prezidenti Aleksandr Vučić bildirib, mən Putinlə artıq 3 ildir ki görüşmürəm. Lakin bir çox dünya liderləri onunla gizli söhbətlər aparıb. Mən ən azı 2 nüfuzlu dünya liderinin onunla məxfi şəkildə danışdığını bilirəm. O əlavə edib ki, Rusiyalı həmkarı ilə sonuncu dəfə 2021-ci ilin noyabrın 25-də Soçidə görüşüb. Prezidentlərin növbəti görüşü isə mayın 9-una planlaşdırılıb. Çin ordusu Tayvan ətrafında hərtərəfli hərbi təlimlər keçirir. Hərbi təlimlər zamanı Tayvanın mühasirəyə alınması və kritik obyektlərinə zərbələrin endirilməsi sınaqdan keçirilib. Çin Xalq Azadlıq Ordusu bu manevrların görüntülərini rəsmi şəkildə yayımlayıb. Tayvan Müdafiə Nazirliyinin məlumatına görə bu səhər adaya doğru 76 Çin qırıcı təyyarəsi və 15 hərbi gəmi yaxınlaşıb. Onlardan 37-si Tayvanın şimal, mərkəzi, cənub-qərb və şərq hava hücumundan müdafiə zonalarına daxil olub. Qeyd edək ki, Çin Tayvanı öz ərazisi hesab edir və son illərdə adaya qarşı təzyiqlərini artırıb. Pekin bu tip hərbi təlimlərin ayrılma meyillərinə qarşı xəbərdarlıq olduğunu bildirir. Tayvan isə öz suverenliyini qorumaqda israrlıdır. Günün səsini izləyirsiniz. Milli Azadlıq Hərəkatının liderlərindən biri, Milli İstiqlal Partiyasının qurucusu, istiqlalçı millət vəkili Etibar Məmmədovun 70 illik yubileyi qeyd edilib. Həyat və fəaliyyətinə həsr olunan kitabın təqdimat mərasimi keçirilib. Tek başına mübarizə apardı, qalib gəldi və Bakı Dövlət Universitetinə müəllim fəaliyyətinə başladı. Bir çoxları Sovet İmperiyasının hücumundan çəkinərək kənara çəkildikləri bir dövrdə Etibar bəy o zamanki Şərq İmperiyasının mərkəzinə getdi. Azərbaycanın oradakı nümayəndəliyində xarici kütləvi informasiya vasitələrinə müsahibələr verməklə Azərbaycanda baş verən hadisələri bilavasitə dünya ictimaiyyətinin diqqətinə çatdırdı və bu hadisə baş verdi 90-cı ilin yanvarın 25-də. Yanvarın 25-dən 26-sına keçən gecə isə o zamanki SSR KGB-si Etibar bəy ilə nümayəndəliyin binasında həbs etdi və Etibar bəy 9 ay Lefortovo zindanında saxlanıldı Moskvada. O zaman Azərbaycanda 1,5 milyon artıq şəxsin imzası ilə Etibar bəyin azad olunması tələbi ortaya qoyulmuşdu və artıq SSR çökmə ərəfəsində idi. Bu xalq hərəkatının təzyiqi nəticəsində geri çəkilərək Etibar bəyin məhkəməsinin Azərbaycanda keçirilməsinə nail olundu və Etibar bəy məhkəmədən sərbəst buraxıldı. Bizim gənclərimizə örnək ola biləcək bir həyat yaşayıbdır. Etibar bəy həm siyasi fəaliyyəti ilə, həm şəxsi fəaliyyəti ilə, həm bütövlükdə dövlətinə, millətinə bağlılığı ilə çox böyük örnək nümayiş etdirmiş olubdur ki, gələcək nəsillər də təbii ki, Etibar bəyin bu bioqrafiyasından yararlanaraq Azərbaycan dövlətçiliyinə xidmət istiqamətində öz işlərini görmüş olacaq.
içindən keçib, Müstəqil Azərbaycan Deputat Qrupunun sədrlərindən biri olub. Sonra bir İstiqlal Partiyasını yaradıb Azərbaycanda ən ciddi təşkilatlanmış partiyalardan biridir. Etibar bəy özü bilirsiniz ki, əslən ana tərəfi Cənub Azərbaycanlıdır. Yəni biz bütöv bir xalq olaraq əksəriyyət Cənubdan bağlı insanlardır. Etibar bəy həmişə Cənubi Azərbaycanla Şimali Azərbaycan bütövlüyünə çalışan insan olub və 72 ildə tələbə hərəkatında o buraxılan tələbə qəzeti var ki, Divar qəzeti. Orada Cənubi Azərbaycanla Şimali Azərbaycanın birləşməsi məsələsini, məqaləni yazan Etibar bəy olub. Və Etibar bəy həmişə, məsələn 92-ci, 93-cü ildə bilirsiniz ki, AXC hakimiyyəti dövründə o radikal çıxışların əleyhinə idi. Yəni biz körpüləri qoymalıyıq ki, Cənubla Şimal birləşsin. Hələ ki, o yaşı hiss eləmirəm. O yaşa uyğun qocalıq yaşı hesab edirlərsə bəziləri, hələlik o qocalıq bir hissi yoxdur. Çünki çoxlu vəzifələr var hamının qarşısında. Onları yerinə yetirmək üçün də insanın sağlamlığı lazımdır və ona fikir vermək lazımdır. Və hamıya da onu arzu edirəm ki, özü hiss elədiyi yaşı yaşasın. Kitab mənim tələbə dostumun yazdığı kitabdır, siyasi bioqrafiyadır. O həmin dövrdə həm tələbəlik dövründə, həm sonraki hərəkat dövründə bilavasitə iştirakçı bir adamdır və həm alim kimi, həm də həmin hadisələrin iştirakçısı kimi qələmə alıb bunu. Ona təşəkkürümü bildirirəm, arzu edirəm ki, bu cür bioqrafik əsərlər çox olsun, bizim gənclərimiz də Azərbaycanın yaxın tarixini yaxşı öyrənə bilsinlər. Sonda əsas xəbər başlıqlarına bir daha nəzər salaq. Prezident İlham Əliyev, sülh üçün 2 şərtimiz var. Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edildi. Amerika Dövlət Departamentinin baş məsləhətçisi Azərbaycana gəldi. İsrail Milli Təhlükəsizlik Şurası İrana görə xəbərdarlıq etdi. Çin Tayvanın mühasirəsinin sınağını keçirdi. Belə, hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.